Salam aleyküm değerli dostlar, değerli izleyiciler. Bu günləri Binə qəsəbəsində, deməli Yaşıl Aptekin düz yaxınlığında sizlərə belə bir gözəl həyət evimizin çəkilişinə gəlmişik. Değerli izleyicilerimiz, qiyməti ekranda qeyd olunubdur və əlaqə nömrələrimiz qeyd olunubdur. Mütləq sona qədər izləyib, axıra qədər evə baxmanızı istəyirəm. Evimiz düz yolun qırağındadır değerli izleyiciler. Asfalt böyründədir, düz asfaltın böyründədir. Evimizdə daxil olduqda həyəti çox qəşəng, genişdir. Değerli dostlar, həqiqətən də mükəmməl bir evdir. Evin kvadratı da genişdir. Dövlət şirin suyu, qazı, işığı, bütün kanalları hamısı tamı-tamına qiymətə daxildir. Real alıcılara qiymətlər indirim də olunacaq değerli dostlar. Evimizin ətraflı məlumatını vermək istəyirəm. Birincisi, yağışlarda, suda, seldə nəm çəkən evdir. İkincisi, evimiz boşadaşdır. Üçüncüsü, yerdən kürsüsü Allah şahidi, siz özünüz görürsünüz. Dördüncüsü, evin təmirinə söz yoxdur, mükəmməli üstündədir. İndi isə gəlin ətraflı evə baxış keçirdək, dəyərli izləyicilər. Evimizin su bakı, əlavə dövlət şirin suyu sayğacıdır. Buyurun, baxa bilərsiniz. Bütün gördüğünüz kimi sayğacılıq yerindədir. Evimizin böyük hissəsində kiçik belə bir kladovka yarada biləcəyiniz belə bir yer var. Əslində bura kladovkaya ehtiyac yoxdur. Gültüsə yaşa bilərsiniz. Bu qabaq hissədə, daşın böyründə, hasarın böyrlərində əlavə yerlər var ki, gültüsə yaşamaq üçün mükəmməl, qəşəng səliqəli yer tapılır. Buradakı, yəni mən deyim də sizə, qızıl güllər əkmək olar, müəyyən qəşəng dekorativ güllər əkmək olar, çox səliqəlidir. Birinci aşağı hissəyə gələk, sizi tanış edeyim. Alt hissəsi qaraj hissəsidir. Burada kombi xəttinin yeri var. Maşın rahat bir formada daxil olunur. Maşın daxil olduqdan sonra aşağı hissələr də təmirlidir. İstədiyiniz kimi ləvazimatlar və s. kimi, iş kabineti kimi düzəldib otura biləcəyiniz otaqlardır değerli izləyicilər. Burada mən deyirəm ki, qaraj bir formasında əlavə zapcas, nə bilim taxta, tuxta, nəsə bir şey yığa bilərsiniz. Bu birisi koridor hissəsinin bu birisi başında əlavə əldamı kimi, buradan belə bir qapı qoyub, burada ütü, tostoran, nə bilim işlətmədiyiz xalçalar və s. kimi şeylər yığmaq olar. Burada iş kabineti kimi burada bir şey eləmək olar. Burada da ki, yatmaq, durmaq üçün əlavə olaraq bir otaq yerimiz mövcuddur. Taxtalar hamısı 5-15 atmalardır gördüğünüz kimi yuxarı hissələrdən. Bu birisi hissələri tam sağlam və keyfiyyətlidir dəyərli izləyicilər. İndi isə qalxacağım yuxarı mərtəbəni sizlərə tanış edeyim. 5 nömrəli ev, yəni baktığımız deyiləm ki, dəyərli izləyicilərimiz biləsiniz. Nəyə görə? Çünki sənəti artıq sənətdir, köklü sənəti var. Binə qəsəbəsində düzdür, bizim bu savxoz sənətidir, amma köklü arxivi var bu sənətləri. Mən sizə bunu əvvəlcədən deyim. Burada belə bir dekorativ güllər zadlar qoymaq üçün belə diqqətli zadlar yeri mövcuddur və yaxud da istədiyiniz bir şey yığa bilərsiniz. Evin məhəccərləri hamısı yığılıb, gördüyünüz kimi. Ətraf olunmuş yaşayışdır, səliqəli evdir. Daxil olduqda evimizin iri, gördüyünüz kimi dostlar, səliqəli, geniş, böyük koridor mövcuddur, gördüyünüz kimi. Və ilk olaraq belə bir girişlər, otağımız mövcuddur, yatağı otaqları tam işıqlı, qanadlanmalı, çox səliqəlidir. Mağazin dükan evin yaxınlığındadır, ilk onu demək istəyirəm. Gəlin bura, analarımızı nəzərə alaraq, analar bazılar, belə bir mətbəx hər evdə olmaz. Kiçik mətbəxlərdir, özünüz görürsünüz elanlarda. Nə ekranı böyüdülmüşdür, bir şey, sadəcə olaraq mətbəxin genişliğini göstərmək istəyirəm. Rahat bir formada, ürəyiniz istəyən meyvə yığır, ürəyiniz istəyən kimi burada qonaq yola sala bilərsiniz. Gəlin bura. Evimizin digər otağı 4 otaqdan ibarətdir. Gəlin bura. Bura mən bilirəm ki, zalıdır. Mükəmməl. Zalı söz yox. Hətta burada pəncərənin önündə ağacların olmağı evə qeyri-adi bir gözəllik verir həqiqətən də. Düz buradan da asfalt yoldur. Məhliyyət asfalt yoldur dəyərli izləyicilərimiz. Hasarlı o hissəsində. Çox səliqəlidir və daxil olmalı evin digər yataq otağına. Burada evimizin digər yataq otağını gördüyünüz kimi. Buranın da belə bir açıqlıq olmalı, səliqəli olmalı, evə bir avantajlıq gətirir.
Həqiqətən mükəmməl bir evdir. Real alıcılar 115 minə məncə bu evi qaçırmayın. Gəlin bura, evin belə bir gördüyünüz kimi sanitär qovşağıdır. Yəqin ki, biz xahiş eləsək, ev sahibi tərəfindən ora aksesuarlar yığdırırlar. Kombi xətlərinin hamısının yeri var. Burada şkaf dolab yığmaq üçün dəyərli izləyicilərimiz geniş bir miqyaslı yeri var. Evimizin hətta bu koridor hissəsində də dolab və yaxud da ki, şkaf yığmaq olar. Bax bu hissədən rahat bir dolab, şkaf yığdırmaq olar. Yəni istədiyiniz mebelləri rahat bir formada yığa bilərsiniz. Dəyərli izləyicilər, bu evimizin qiyməti ekranda, səhifədə qeyd olunub, əlaqə nömrələrimiz qeyd olunub. Mütləq zəng edin, gəlin belə bir gözəl eviniz olsun. Allah ev eşiyi olmayanlara ev eşiyi nəsib eləsin. Kanalı bəyənib abunə olmağı unutmayın.